Prezident İlham Əliyevin Azərbaycan ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib. Xəbər nəbzi bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə iclası giriş sözü ilə açan komissiyanın sədri Nazir Sahil Babayev Ali Baş Komandanın diqqət və qayğı sayəsində ötən dövrdə silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib. Komissiyanın sədri sözü gedən fərmanın icrası olaraq bugünədək dövlət vəsaiti hesabına Azərbaycan ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib. Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmışdan təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Elə ki, Müdafiə Nazirliyində növbəsi çatmış hərbi qulluqçular arasında şikayətma yolu ilə müəyyən edilən bölgü komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.